Allah Teala Quran-ı bizə xəbər verib ki, təvhidi təkəbbürlə qarşılamaq olmaz. Ona görə Allah Teala Quran-ı buyurur ki, onlara la ilahə illallah deyilən zaman onlar təkəbbürlü elədilər. Onlara deyən zaman ki, sizin Rəbbiniz təkdir, ondan başqa sizin ilahınız yoxdur, onlar təkəbbürlü etdilər. Və təkəbbürlü eləmək də sanki Allah Teala'nın qabağında, Allahın qarşısında bir ilahlıq və yaxud da bir əzəmət və yaxud da bir məkan göstərmək kimidir. Hansı ki, onu Firon eləmişdi. Və Firon demişdi ki, mən sizin uca Rəbbinizəm. Allah Teala'nın ucalığını özünə nisbət eləmişdi. Hətta sehirbazlar Allaha iman edəndə o zaman ki, Musa aleyhisselam öz asasın yerə atanda və əlini qoltuğun altı tərəfə salıb çıxardanda əli ağ çıxır. Sehirbazlar başa düşür ki, bu sehir deyil, bu möcüzədir. Peyğəmbərlərin möcüzəsidir. Çünki sehirbaz bilirdi o sehirdir, yoxsa yox. Və sehirbazlar səcdə edilər. Firon ilahlıq iddia edirdi, görün nə dedi? Dedi ki, siz məndən icazə almamış təslim oldunuz. Yəni, Musanın Rəbbinə təslim oldunuz. Məndən icazə almamış təslim oldunuz. Bu fikir versəz, bizdən hidayət olanlar, doğru yola gələnlər, şirki tərk edənlərin yanında olanlar deyir ki, olsun, bizdən soruşmamış, bizə deməmiş, getdin qoşuldun filan kəslərə. Bəli. Sən filan ağanın yanına getməmiş, filan kəsin yanına getməmiş, getdin qoşuldun filan kəslərə. Eyni yoldur. Sadəcə Firon daha şiddətli idi. Firon küfründə daha şiddətlidir və Fironun sünnətidir o. Fironun yoludur. Hər kəsin bir sünnəti var. Fironun da bir sünnəti var. Şəriətlə, yəni ki, sünnət yol deməkdir lüğətdə. Onlar ki, o yolu gedirlər, onlar Fironun sünnətini gedirlər. Bəli. Ona görə təvhid əzəmətli bir şeydir. Özdə fikir verirsəz, təvhid peyğəmbərlərin adi adamlarla yəni ixtilaf olduğu yerlə yanaşı başçılarla ixtilaf olduğu yer idi. Firon, Nəmrud, Əbu Cəhil, Əbu Ləhəb. Bunlar hamısı elə bir adamlar deyildilər. Peyğəmbərlər bunlarla özbəz dururdular. Lakin onlar peyğəmbərlərə heç nə deyə bilmirdilər. O da səbəb oydu ki, Təvhid idi. Atırdılar, o da İbrahimi yanmırdı. Səbəb təvhid. Allah Teala gördü ki, İbrahim doğrudur. Doğruya çağırır. Atdılar onu, o da odun da Rəbbidir. Dedi ki, ay od. İbrahim yandı mı? O da Rəbbinə tabidir yoxsa yox? Dedi, yaxşı. Yandım ara. İbrahim odun içində yanmırdı. Yəni, təvhidin qabağında heç kim nəsə eləyə bilməz. Hamı acizdir. Allah Teala'nı heç nə aciz eləyə bilməz.